Hazır nugget zamorоженный. İndi bundan uşaqlara qızardacağım multivarkada. Burada da kartoşka free. Kartoşka уже hazırdır. Burada da nuggetsler. Почти hazırdır уже. Bu nuggetsimiz, bu da kartoşka freemiz. İndi sos koyaq yanına. Ketçup yox idi, sırna sos tapdım xalatinlikdə. İndi bundan koyaq. Bugün 6-cı günüdür, uşaqların ev günüdür. Bəli, soklarımızı koyduk, sos, kartoşka free nuggets. Tez bazar bunu atıştırım. Evdə sizə McDonald's, KFC yaratdım. Bilmirəm buna makaron deyim, erişte deyim. Makaronu burada suda qaynadıram indi. Burada da kərə yağında soğan, sarımsaq, toyuq filesini qovururam. Üzərinə kartoşka əlavə eləyirəm. Makaronu süzdüm aş üstündə. Badımcan qızardıram burada. Əvvəlcə tavaya makaronu əlavə elədim. Həmin o hazırladığım kartoşka, soğan, sarımsaq, toyuq filesi, badımcan, bir də ədviyyatlar doz istiyor sarı kökdə, yəni nə lazımdırsa əlavə eləmişdim. Onu da belə makaronun üzərinə əlavə elədim. İndi də üstünə Holland pendiri əlavə eləyəcəm. Holland pendirini də əlavə eləmişəm. İndi krışkasını bağlayayım. Göstereceğim son nəticəni. İndi bunu belə kəsib 4-5 hissədə ya da ki pizza kimi kəsib tarixəyə qoyub nuş eləyirlər. Hazırlayan hər kəsə də nuş olsun. Вкусно пахнет. Sливичный masladı, kərə yağını əritdim. Soğanı əlavə elədim yağın içinə, qovurum. Duz istiyor, sarı kök atandan sonra bir dənə də Galina Blanca bulyon eləyək. İndi su əlavə eləyəcəm. Bulyonu hazırlayıram, su əlavə elədim. Deməli bu pelmeni halal, o içində halaldır, miyasadandır, farş tərkibi, farş. İndi orada su qaynayır, bundan suyun içinə əlavə eləyirəm. 5 böyle 7 dəqiqə falan da qaynasın, bəlkə bir 10 dəqiqə. Это итальянский? O da İtalyanskidir. Bunu əlavə eləyəcəm indi pelmenin üstünə. Kartoşka ilə bunu xırda-xırda sındıracağım, bunu tökəcəm. Həmişə istifadə elədiyimiz barilla spagettiləri. Nömrə 1 nazik olandı, nömrə 5 qalın olandı, İtalyanındı bu, yəni ən sevdiyimiz, həmişə istifadə elədiyim vermişil. Yenə və yenə mamamın turşularını. Bu da mamamın dəfnə yarpaqları. Kartoşkaların əlavə eləyim. Bax, özləri boyda deyilər. Ən sonunda da spagettim. Bizim evdə sup vəbşə çox sevilir, dəhşət. Uşaqlar indi bax bunu bugün yeyib bitirəcəklər. Əsl pişirmalıdır. Vermişli də əlavə elədim. Ruslan, как это называется? Она такая мягкая бывает. Тогда как называется? Суфле. Sufle də. Ən çox da yeyəndə Ruslan deyir, mənə suflesindən qoy. Vermişil artıq supun içində olur importlu sufle. Nanəsini də əlavə elədim.
А если у лапши есть суп или что-то там добавлено супом, это уже называется... Это sufle da. Да, суфле. O şimdi lapşanı vermeşili yani süzəndə olur spagetti. Vermeşil eğer suyun supun içindədirsə bu adlanır sufle. Belə yəni bitirdim. Bu indi pelmenlər pişəndə biraz burulur da, forması dəyişilir. Daha qəşəng olur. İndi tam belə formadadırlar. Sonra biraz burulacaqlar. Daha damaşır pelmenə oxşayacaqlar. Belə hazırlayanlara nuş olsun. Çox qəşəngdir. Yəni bunu adicə suda qaynadıb da süzürəm. Makaron, spagetti kimi, amma belə suda daha qəşəngdir. Bizim evdə yəni belə daha çox sevilir. Çox qəşəng, doyumlu bir yemək olur. Bu supun yanında da mənim məşhur itburnu çayım dəm alıb. Evdən bu əski olmur. Belə çox qəşəng dadlı termosunda. İndi də uşaqlara hazırlaşıram. Brokoli qaynadım. Yudum brokoliləri. Bu arada burada da düşbərə pişir. Lovğa da deyirəm. Elə bil özüm hazırlamışam. Neyse. Bu brokoli də bizim evdə çox sevilir. Bu yeyilib qutaranda, yəni üstündə az qaldı dava düşür ki, mənə də qalsın, saxla, mənə də qalsın. Belə, bu da bizim sevimlimizdir. Mən uşaqlardan çox yeyirəm. Qatıqla, smetanla fərqi yoxdur. Ya qatıq ya da smetanla yeyilir. İndi bu da qaynasın bir 5 dəqiqə falan, nə bilim, bir 10 dəqiqədə təmiz yox, biraz yumşalıb əziləndə biz belə xoşlayırıq, elə götürəcəm. Burada çıqqılı mandarinlərimi göstərmək istəyirəm. Elə qəşəng, şirin, dadlı olur ki, həm də üstündə yarpaqları çox qəşəng görünür. Çox sevirəm bu mənzərəni, əsas üstündə belə yarpaqlar olanda. Çox xoşuma gəlir. Pelmen burada bişir. Demək olar ki, ucu hazırdır. Açdı. Brokoli də qaynadı. Bu da hazırdır. İndi bunu belə aş üstündə süzmək də olar. Amma mən lütfü belə götürürəm ki, həm də aş üstünə süzəndə elə bil əzilir eləyir dəmir aş üstündə. Lütfü belə daha yaxşı olur. Elə burada suyu gedir, soyulur. Çox qaynadanda buraları əzilir. Az qaynadanda da buraları bərk olur, bərk qalır. Ona görə belə orta il eləmək lazımdır ki, hər ikisi normal pişsin. Bax, belə tam normaldır. 10 dəqiqə falan. Düşbərənin üstündə brokoli hazır oldu. Bu dəfə smetanla yox, qatıqla yemək qərarına gəldim. Uşaqlar da yəqin qatıqla yeyərlər. Edo! Belə. Yenə də hazırlayan hər kəsə nuş olsun. Bugünlük də bu qədər menyumuz, bugünkü yeməyimiz. Bugün Voskreseniyədir, bazar günüdür. Bugünkü mənim menyularım bu qədər. Hələlik görüşənədək.